Salam izləyicilər, Zəfər Şəhidlər turnirinin A qrupunun növbəti oyununda sizlərlə bərabərik və ekranlarınızdan sol tərəfdə ağ geyimli komanda Şəhid Mehdi Fərzullazadə Bülbülə komandasıdır və ekranlarınızdan sağ tərəfdə narıncı geyimli komanda isə Şəhid Rəfiyev Ülvi Köhnə Günəşli komandasıdır. Hər iki komandalara uğurlar arzu edirik. Güclü olan qalib gəlsin deyirik və Kamil topladı geriyə. Cavid Atakişiyev. Cavid. Kamil ötürməsi Davud ayaq qoyur. Yan xəttdən topu oyna. Murad Piriyev daxil edəcək. Piriyev. Maga. Təş toxunuşlu ötürmə dəqiq deyil. Out. Bülbülə komandasınındır. Ağa Əhmədzadə topu oyuna daxil edəcək. Ağa ötürməsi Mikaya çatmadı. Eşqin. Murad. Geriyə Kamil. Önə doğru ötürmə. Maga sərt ötürməni yumşaltmağı bacardı. Davuddan sol cinaha Mika. Geriyə Bəxtiyar Əzzov. Sol cinahda Zeynal və Zeynalın da cəzası var idi. Qırmızı vərəq almışdı bugün. Bitib cəzası yenidən meydanlarda görürük onu. Bəhruz mərkəzə Davud. Davuddan ötürmə çatmadı. Önündə qaldı Bəxtiyar Əzzovun. Piriyev ötürməsi Bəxtiyardan top meydanı tərk edir. Geriyə Kamil. Cavid. Cavid. Ötürməsi dəqiq deyil. Bəxtiyar sağ cinaha. Mika qapı önünə. Bəxtiyar, Cavid və Ramid. Çox soyuqqanlı hərəkətlərlə saxladı topu. Top qalır Bülbülə komandasında. Bəhruz. Ağa və yan xəttdən topu oynayırlar. Özü daxil edir Bəhruz. Ötürmə Mika istiqamətinə mükəmməl alınır. Mika qapıya zərbə. Cavid Atakişiyev. Yaxın küncdən öz qurtarışı ilə yadda qalır. Mika ötürməsi Bəxtiyar Əzizov. Bəxtiyar Əzizov təcrübəsi ilə mükəmməl bir qola imza atır. 1-0 edir hesabı. Təcrübə komandasını önə keçirdi. Oyunun 3-cü dəqiqəsində Bülbülə komandası tabloda 1-0 önə keçir. Başladı mərkəzdən Maga. Piriyevdən geriyə Kamil. Kamil. Piriyevə çıxa bilmədilər ötürmə ilə. Davuddan ötürmə dəqiq deyil. Piriyev öndə çıxır Bülbülə komandası. Kamil, Eşqin. Ötürmə keçmədi. Davud. Bəxtiyar geriyə. Ağa Davud. Mika. Ağa Zeynal. Bəxtiyar gözəl ötürmə. Mika Cavid. Eşqin 3'ə 3 gəlirlər. Eşqin ötürmə dəqiq deyil. Zeynal və blok gəlir Ramiddən. Out Bülbülə komandası. Ağa Əhmədzadə geriyə. Bəhruz. Ötürmə dəqiq deyil. Ramid. Bəhruz, Mika. Bəxtiyar saxladı topu meydanda. Ötürməsi Davud. Mika, Davud və Cavid yerindədir. Kamil ötürməsi
Piriyev və ondan top meydanı tərk edib deyir oyunun hakimi. Mika tez başladı. Davud geriyə. Zeynalın zərbəsi. Çərçivəyə düşə bilmədi. Ramil. Ağa ötürməsi. Davud ötürmə. Son anda Ramil. Və qapıdan zərbə. Ramid ötürməsi, Murad ötürmə və ixtiyar. Bir bədən hərəkəti ilə top qazandırır komandasına. Mika geriyə, Bəhruz. Ağa mərkəzdə Mika zərbə qapıya. Son anda Cavid. Murad, Davud və top Davuddan meydanı tərk eləyir. Murad. Türmə Eşkin. Davud qazandırır topu komandasına. Ağa ötürmə Davud. Top tikisi və Bəxtiyar. Komanda yoldaşının səhvini düzəldir. Geriyə Bəhruz. Zeynal. Dəyişdi cinahı. Bəxtiyar saxladı bildi topu meydanda. Və Davuddan qeyri dəqiq bir ötürmə. Kamil topladı. Gözəl ötürmə Maqa istiqamətinə. Maqadan geriyə Ramid top itkisi. Zeynal və top çıxdı ayağından. Hələ ki köhnə Günəşli komandasının oyunu istədikləri kimi alınmır. Bu geridə qalan 7 dəqiqə ərzində çox top itkilərinə yol veriblər. Eşkin. Dəyişdi cinahı və yenə adi bir epizodda top itkisi. Top keçir Bülbülə komandasına. Əks tərəfdə isə Bülbülə komandası top saxlamaqda səliqəli davranır. Tələsmirlər. Götürmələrdə dəqiq olurlar. Cavid, ötürməsi, Murad, Piriyev, Murad və Davud topu meydandan çıxardır. Out, köhnə Günəşli komandasının. Eşkin geriyə, Kamil. Sağ cinahda Maqa, qüvvətli zərbələri var Maqa və top meydanı tərk eləyir. Komandanın ən çox top vuran oyuncusudur Maqa. Bombardirlik cədvəlində də öz adını yazdırmağı bacarıb ilk altılığa Maqa. Və Real Musayevi meydanda gördük. Kapitan Samir həm də komandanın rəhbəridir və məşqçi kimi də özü idarə edir komandanı. Eşkini meydandan kənarlaşdırdı. 2 dəyişiklik etdi. Cərmə zərbəsi köhnə Günəşli komandasındır. Topun arxasında Royalı görürük. Maqa da oradadır. Görək kim yerinə yetirəcək. Maqa gəlir. Maqa zərbə. Piriyev və top qapıdadır. Murad fərqlənir. 1-1 edir hesabı. Maqanın qüvvətli zərbəsini saxlamağı bacardı və topu tora qovuşturmağı da bacarır Murad Piriyev. Və Samirin əvəz etmələri öz sözünü dedi. Hesabda tarazlıq yarandı. 1 dəqiqə çəkmədi. Mika topladı. Mika, Maqa, Zeynal geriyə, Bəxtiyar. Sol cinahda Mika. Mika dəyişdi cinahı. Ağa. Bəxtiyar mükəmməl buraxdı Mika. Ötürmə də verə bilərdi Bəxtiyara. Zərbə vurmağı seçdi. Top itkisi Real Musayev. Real Ağa. Murad. Davud və Zeynal.
Önə doğru ötürmək yüksəkdən alınır. Cavid topu oyuna daxil etdi. Kamildən yenidən Cavid. Sağ cinahda Maqa geriyə. Biliyev. Maqa. Mika. Mika zərbə və top qapıdadır. Mika gənc oyuncu nə keçirdir komandasını. Mükəmməl bir zərbə indirir. Qapı tirinə də dəyən top tora daxil olur. 2-1 olur hesab. Geri dönüş etməyi bacarır Bülbülə komandası. Kamil sağ cinaha komanda yoldaşı. Topu saxlaya bilmədi. Hacıyev meydandadır Bülbülə komandasında. Davud əvəzlədi o da. Zeynalın zərbəsi təhlükəli idi. Cavid mərkəzdə Royal Bəxtiyarla mübarizəsi. Royal top hələ də ondaydı. Ötürməsi Piriyev. Geriyə Kamil. Cavid Atakiyev. Ötürməsi gözəl alınır Murad Piriyevə. Murad ötürmə Maqa istiqamətinə. Zeynaldan kritik toxunur. Tural Hacıyev Bəxtiyar. Tural Hacıyev ötürməsi, ayaq qoyurlar orada, əks hücum təhlükəli ola bilər. Qapıya zərbə, son anda Zeynal, Piriyev ötürməsinə Tural Hacıyev ayaq qoyur. Mika. Ötürmə Mika'dan, Bəxtiyar. Bəxtiyar çəkdi soluna, Bəxtiyar. Və out Bülbülə komandasınındır. Zeynal. Sol cinahda Bəxtiyar qapıya zərbə. Dəqiq deyil. Dönə doğru Royaldan öncə Zeynal. Geriyə Maqa. Ötürməsi yenə Zeynal. Maqadan dönən top və yenə Zeynal çıxardır topu meydandan. Piriyev. Hacıyev və top meydanı tərk eləyir. Kamil topu oyuna daxil edir. Ötürməsi. Komanda yoldaşına çəkdi sağına. Zərbə qapıya. Bəhruz yerindədir. Riyad zərbə indirmişdi. Mika mərkəzdə Bəxtiyar qapı önünə. Cavid. Riyad sağ cinaha. Kamil ötürməsi. Royal ötürməz. Zeynaldan keçmir Zeynal bugün. Mükəmməl oyun göstərir bu dəqiqələrə qədər müdafiədə Royal. Mika sıxır onu. Royaldan geriyə Kamil. Maqa. Ötürməsi gözəl alınır Piriyevdən. Royal yenidən Maqa. Blok gəlir Zeynaldan. Royal ötürmə keçmədi. Zərbə indirmədi. Ötürməni seçdi. Mika'dan mükəmməl ötürmə və Bəxtiyar. İstədiyi kimi ram edə bilmədi. Kamildən top meydanı tərk eləyir. 200-dən zərbə. Xeyr out. Bülbülə komandasının. Bəxtiyar ötürməsi. Zeynal top oturmadı ayağına. Və kapitan meydanı tərk edir. Şahin meydana daxil oldu Bülbülə komandasında və ilk toxunuşu out. Top Şahindən meydanı tərk elədi. Kamil geriyə, Cavid Atakiyev. Sol cinahda Riyad ötürməsi. Maqa ötürmə Royal ötürmə keçmədi. Piriyev.
Yenə Tural qazandı topu və son anda Riyad. Out Bülbülə komandasınındır. Bəxtiyar ötürməsi, küncdən zərbə. Bəxtiyar. Bəhruz zərbə. Təhlükəli idi. Sabit ötürməsi. Maqa gözəl keçdi. Maqa qapıya zərbə. Bəhruz ayaqları ilə qurtarış etdi. Mika çox sürətli oyun izləyirik. Mika'nın zərbəsi dəqiq deyil. Düşə bilmədi çərçivəyə Mika. Maqa çəkdi soluna. Maqa və yenə Bəhruz ayaqları ilə dəf edir. Maqa aldı top Şahindən. Maqa geriyə Kamil qapıya zərbə və Davud blok qoyur. Uzaqlaşdırır topu təhlükəli zonadan. Rahatlaşdırır bir qədər də komandasını Caviddən. Mükəmməl ötürmə. Maqa və yenə blok gəlir. Bilirlər bu oyunçunu analiz ediblər. Necə qüvvətli zərbələr olduğunu bilirlər. Hər zərbəsinə blok gəlir Maqanın. Out köhnə Günəşli komandasınındır. Royal qapıya zərbə dəqiq deyil. Bəxtiyar Əzizov. Ötürməsi. Mika top saxlaya bilmədi meydanda. Riyad topu oyuna daxil edəcək. Ötürməsi Kamil. Kamildən Royal Musayev. Royal önündə Tural Hacıyev var. Royal ötürməsi mükəmməl. Riyadın zərbəsi və top qapıdadır. Riyad fərqlənir. Gənc oyuncu, gənc yetənək. Mükəmməl qoşuldu oyuna və bərabərlik qoluna imza atdı. Samirin əvəz etmələri həqiqətən də oyunda dəyişikliyi etdilər, bacardılar. Oyuna gözəl qoşuldu və bu gözəl oyunu da qolla tamamladı Riyad. Gözəlləşdirdi. Zeynal ötürməsi. Şahin çata bilmədi bu ötürməyə. 2-2-də hesab, tarazlıq var. Riyad gənc yetənək topladı ötürməsi. Piriyev yenidən Riyad. Sağ cinahda Maqa və Bəhruz. Hələ ki Maqa Bəhruz duelindən Bəhruz qalib ayrılır. Piriyev, Maqa dəyişdi cinahı Kamil. Mərkəzdə Royal zərbə. Toxunuş var, küncdən zərbə olacaq. Son anda Ağa Əhmədzadəyə toxunmuşdu top. Künc zərbəsi Kamil. Ötürməsi Royal. Maqa yenidən Royal. Qapıya zərbə. Top oturmadı ayağına Royalın. İstədiyi zərbəni endirə bilmədi. Bəxtiyar Əzizov. Mərkəzə ötürmə. Riyadda qalır top. Ağa Əhmədzadə. Topu çıxartdı meydandan. Out. Royal Musayev yerinə yetirəcək. Royal. Ötürməsi dəqiq deyil. Şahin. Maqa var qarşısında. Şahin çəkdi soluna. Şahin və yenə Riyad. Riyad bu gün həqiqətən möhtəşəm oyun göstərir. Həm hücumda, həm müdafiədə. Bəxtiyar geriyə Bəhruz. Ötürməsi Mika topladı. Ötürmə, Maqa oxudu bu ötürməni. Maqa bir Zidan hərəkəti. Maqa nələr eləyirsən ay qaqa. Şahin ötürmə sol cinaha. Bəxtiyar zərbə indirmədi Bəxtiyar. Mika zərbə blok gəlir Kamildən.
Və hakim əlini cibinə atır. Murad Piriyevi etiraza görə cəzalandırır. Rəsmi xəbərdarlıq edir. Sarı vərəqəsini göstərir Murad Piriyevə Köhnə Günəşli komandasının 9 nömrəli oyuncusuna. Yan xəttdən top oyna, Bülbülə komandası daxil edəcək. Bəxtiyar ötürməsi, Bəhruzun zərbəsi Şahindən. Komanda yoldaşından top meydanı tərk edir. Cavid əl ötürməsi, Röyal Musayev, Röyal iki oyuncusu var qarşısında keçdi. Röyal zərbəsi və Zeynal. Seyir Ağa Əhmədzadə idi bu, kapitan blok qoydu. Yan xəttdən Maqa top oyuna daxil edir, ötürməsi Kamil. Ötürmə mükəmməl alınır, Maqa! O nə mükəmməl top kontrol idi, elə sağ ayaqla və zərbədə sol ayaqla düşə bilmədi çərçivəyə. Ötürmə Mika istiqamətinə, Riyad və Mika qalib gəlir bu dueldən. 3-cü zərbəsi qazandırır komandasına. Röyal Musayev təhlükəli ola bilər. Röyal sol cinahda, Maqa top qaçdı ayağının altından. Özünə əsəbləşir Maqa. Komandanın bombardiri hələ ki qol orucunu poza bilməyib. Zeynal geriyə, Bəhruz. Ötürməsi, Riyad. Ağa başla, Şahin və Kamil gözəl saxladı top özündə, Kamil. Geriyə Piriyev, Murad. Qapıya zərbə və Bəhruz. Maqa, 3-cü zərbəsi. Baxır qapı önünə, komanda yoldaşlarına baxır. Qapı önünə sərt ötürmə və 5 saniyəlik vaxtı bitdi Maqanın. Top keçdi Bülbülə komandasına, onlar da elə anındaca top itkisi. Şahin ötürməsi, Riyad! Oy, dubl etməyə çox yaxın idi Riyad. Bəxtiyar Əzizov. Bülbülə komandasının ən təcrübəli oyuncusudur Bəxtiyar. Şahinin ötürməsi düz ünvana Zeynala gəldi. Top kontrolu çox səliqəsiz idi. Şahin. Ötürməsi dəqiq alınmır. 2-yə 2 Piriyev sağ cinahda, Maqa. Top gözləyirdi, amma Bəxtiyar Əzizov öz təcrübəsini göstərdi, oxudu ötürməni. 3-cü zərbəsi Şahin. Ötürmə Mika. Geriyə Zeynal. Bəhruz. Ötürməsi Mika. Top itkisi Maqa. Zərbə dəqiqdir. Qapıdan zərbə yerinə yetirildi Mika. Maqa var qarşısında, Bəhruz. Sol cinaha Bəxtiyar, Röyal keçə bilmədi. Röyaldan top meydanı tərk edir. İlk hissənin son dəqiqəsidir. Hesab 2-2-dir, tarazlıq var. Top itkisi Maqa, Bəhruz qapısını tərk etdi və qapıdan zərbə olacaq. Bəhruz tez başladı, Mika. Zərbə qapıya, blok gəlir Kamildən. Şahin. Sağ cinahda Ağa. Qapı önünə və küncdən zərbə. Piriyevdən top meydanı tərk etdi. Ağa yerinə yetirəcək künc zərbəsini. Ağa. Qapı önünə ötürmə. Mika istiqamətinə dəqiq deyil. Riyad. Ötürməsi hakim təkrarlanacaq. Out.
Riyad ötürmə, Royal Musayev top ayağından qaçdı. Ağa Bəxtiyar sağ cinaha, Ağa saxladı topu və Kamil. Və ilk hissə bitir Hakim İfti ilə qısa fasilə, ikinci hissə görüşmək ümidi ilə. Və Hakim İfti ilə ikinci hissəyə yenidən start verilir hər iki komandalara, uğurlar arzu edirik. İlk hissədən sonra hesab 2-2'dir, tarazlıq var oyunda. Görək ikinci hissə bizlər nələr gözləyir. Maqa topladı. Komandanın ən çox top vuran oyuncusudur. Şafı meydandadır və komandanın rəhbəri, kapitanı Samiri meydanda görürük. Bülbülə komandası isə ilk hissəyə başladığı heyətlə meydandadır. Bəxtiyar Əzizov, Bəxtiyar ötürməsi Davud. Sağ cinaha, Ağa zərbəsi alınmadı. Royal Mika və Cavid Atakişiyev. Murad Piriyev sağ cinahda, Mağa zərbə qapıya, Bəhruz. İkinci hissə çox sürətli başladı. Küzdən zərbə, Mağa var topun arxasında. Qapı önünə sərt ötürmə. Şafı top ayağından qaçdı Şafını. Mika sağ cinah, sol cinahda Bəxtiyar. Bəxtiyar Əzizov ötürməsi, Ağa Əhmədzadə, Ağa zərbə, Hakim davam deyir. Bəxtiyar və Murad Piriyevdən top meydanı tərk eləyir, out. Bülbülə komandasının. Zeynal ötürməsi, Mika yenidən Zeynal. Geriyə Bəhruz. Ötürmədə səhv və Maqa ötürməsi Mikaya qoyur. Royal Musayev. Ötürmə Murad Piriyev. Yenidən Royal istiqamətinə keçmədi top. Out. Köhnə Günəşli komandasınındır. Gözəl çıxdılar ötürmə ilə. Ağa Əhmədzadə ötürməsi keçmədi kapitandan. Samirdən top meydanı tərk eləyir. İkinci hissəyə özü başladı. Start heyətdə kapitan. Ağa geriyə, Bəhruzun zərbəsi istədiyi kimi alınmadı. Top meydanı tərk elədi. Cavid. Əl ötürməsi Maqa istiqamətinə. Maqa sol ayaqla zərbə. Çərçivəyə düşə bilmədi Maqa. Bəxtiyar Əzizov. Geriyə Bəhruz. Önə doğru baxır, ötürməsi Ağa Əhmədzadə. Ağa. Ötürməsi Zeynal geriyə, Davud, Royal. Ağa qarşılıqlı top itkiləri hər iki komandadan. Samir. Ötürməsi Bəxtiyarda qalır. Əzizov ötürmə mükəmməl idi. Davud kontrol edə bilmədi. Maqa və Bəxtiyar. Topu vurur, çıxardır meydandan. Maqa ötürməsi Şafı. Şafı ötürmə Piriyev. Və Mika'da qalır top. Mika. Geriyə Bəxtiyar. Sol cinahda Davud. Topladı Davud. Və Samir. Davud. Ötürməsi Mika'dan geriyə Bəhruz. Bəhruz. Sağ cinahda Tural Aziyev ötürməsinə Maqa ayaq qoyur. Top meydanı tərk eləyir. Tural Aziyev geriyə Bəhruz. Bəhruz önə doğru uzun ötürmə. Şafı qaytarır. Mika'da qalır. Təhlükəli ola bilər. Mika zərbəsi. Blok gəlir Şafıdan. Mika geriyə Bəxtiyar Əzizov. Bəxtiyar ötürməsinə Piriyev ayaq qoyur. Daha bir out. Bülbülə komandasınındır. Mika'dan geriyə Bəhruz. Davud zərbə təhlükəli idi. Az fərqlə dirəyin yanından meydanı tərk elədi. Samir geriyə, Cavid Atakişiyev, Şafı mərkəzə. Təhlükəli ötürmələr kapitanda qalır. Royal Musayev. Royal dəyişdi cinahı Maqa. Ötürməsi gözəl alınır. Şafı səliqəsiz rəftar elədi topla.
Top keçdi Bülbülə komandasına. Sami. Mərkəzdə Maqa. Keçdi Tural Hacıyevi. Qayıtdı bir də dala. Ötürməsi. Sağ cinaha olmadı zərbə. Zeynal. Maqa. Maqa ötürmə və Mika'dan top meydanı tərk edib. Piriyev tabanla Şafı və gol! Şafı fərqlənir. Hesabı 3-2 olur. Piriyevin mükəmməl taban ötürməsini uzaq küncə göndərir və ölə keçirdir komandasını. Şafəddin Şafı öndədir yenidən köhnə Günəşli komandası oyunda. 3-2'də hesab. İkinci hissəyə Şafı ilə başlamışdı Samir və yenə öz bəhrəsini gördü bu dəyişikliyin. Bəhruz riskli hərəkətlər, ötürməsi Hacıyev və zərbə Bəxtiyardan Atakiyev birbaşa qapıya dəqiq deyil və çempionatın ən gənc oyuncusu Miri meydandadır. Köhnə Günəşli komandasında görək nə ilə yadda qalacaq. Bəxtiyar Əzizov ötürmə. Davud oxumadı bu ötürməni. Miri ötürməsi Maqaya gözəl alınır. Maqanın ötürməsi isə keçmədi Royala. Əzizov ayaq arası atmaq istədi Maqaya. Keçmədi Miri. Gənc yetənək. Gözəl qoşulub oyna. Royal Musayev. Royal, Tural, Royal və başladılar Miri. Miri. Geriyə Samirin zərbəsi Bəhruz. Bəhruz sağ cinahda Mika. Top önünə Zeynal Samir və çatmadı Maqaya. Bəxtiyar Əzizov. Bəxtiyar sol cinahda Tural Hacıyev. Geriyə Bəhruz sağ cinahda Mika. Ötürməsi Zeynal top meydandadır. Zeynal geriyə çəkilir. Dəyişki cinahı Hacıyev. Bəhruz mərkəzdə Bəxtiyar Əzizov ötürmə Davud. Özü zərbə indirə bilərdi. Ötürməni seçdi. Çatmadı komanda yoldaşına bu ötürmə. Maqa mərkəzdə topladı. Geriyə Şafı. Zavin. Top uzaqlaşdırmaq idi sadəcə. Təhlükəni soğuşdurdu. Bəhruz. Mərkəzə Mika. Bəhruz. Riskli hərəkətlər. Ötürməsini verə bildi Mika. Bəxtiyar tək toxunuşlu ötürmə. Samirdə qalır. Mika. Ötürməsi keçmədi Samiri. Samir və top meydanı tərk edib deyil hakim. Davud zədələnir bu epizodda. Yerdə qalıb. Hakim yaxınlaşır ora. İnşallah zədəsi ciddi deyil və qalxır ayağa Davud. Davam edə biləcək Davud. Mika qapı önünə Şafı uzaqlaşdırır. Yan xəttdən topu oyna Bəxtiyar Əzizov daxil edəcək Bülbülə komandası. Bəhruz. Ötürməsi Riyad və out. Riyad komanda yoldaşlarını axtarır tez başlamaq üçün və Miri. Bəhruz qabaqladı onu. Sağ cinaha ötürmə çatdı və Royaldan top meydanı tərk edir. Hacıyev qapısı ilə oynayır Bəhruz. Sağ cinahda Bəxtiyar Əzizov. Yenidən Bəhruz. Geridədilər, qapısını qoşublar oyuna. Hakim autu köhnə Günəşli komandasına verir. Royal Musayev. Ötürməsi Bəxtiyar Əzizov. Bəxtiyar
Çəkdi sağına, Bəxtiyar ötürmə, Cavid Atakişiyev özü atıb gəlir, Royal Musayev təhlükəli ola bilər, Royal Miriyə vermədi ötürmə, Miri ötürmə gözləyirdi, ən gənc oyuncu Samir, kapitan nələr edir, Zeynal, Royal və top qapıdadır. Royal Musayev fərqlənir, etirazlar var, hakim VAR-a yaxınlaşır, VAR-a baxılsın, geri dönüş edirik. Və VAR-a baxıldı, Real'ın qolu qeydə alınmadı, Zeynal'a qarşı kobud oyun var idi deyir oyunun referisi və hesab olduğu kimi qalır. Şafı, Riyad, top meydandadır, Riyad və top oyna, köhnə Günəşli komandası daxil edəcək. Ötürmə, Kamil ötürməsi, Riyada çatmadı top. Mika, Bəhruz mərkəzə, Mika, Zeynal, Mika ötürmə, Bəxtiyarın taban ötürməsi çatdı Zeynala, Zeynal geriyə, Mika, yenidən Zeynal, Bəhruz mərkəzdədir, ötürməsi Mika, yağ bal kimi sıyrıldı Ramiddən, Ağa qapı önünə, Şafı və out. Bülbülə komandasınındır. Ağa Əhmədzadə, Ramid uzaqlaşdırır, 3-2-dir hesab. Öndədir köhnə Günəşli komandası, Bəxtiyar Əzizov, Bəxtiyar zərbə və Cavid Atakişiyev. Ötürməsi əllə Ramid ayaq saxladı, Ramid, Mika var qarşısında və top Ramiddən meydanı tərk edir. Şahin ötürməsi dəqiq deyil, Riyad və etirazlar var, çöldə əllə toxunub deyirlər, hakim VAR-a yaxınlaşır, VAR-a baxaq, geri dönüş edirik. Və VAR-a baxıldı, qapıcı Bəhruz cərmə meydançasından kənarda əllə toxunduğu üçün qırmızı vərəqə ilə cəzalandı və meydandan qovulur Bəhruz. Azlıqda qalır Bülbülə komandası. Qapıya kim keçib? Qapıya Zeynal keçib. Onun əsl mövqeyi elə qapıdır. Profesional qapıcıdır Zeynal və hal-hazırda ən sevdiyi mövqedədir. Qapıdadır Zeynal. Cərmə zərbəsi isə köhnə Günəşli komandasınındır. Topun arxasında qüvvətli zərbələrə malik olan Kamili görürük. Görək necə yerinə yetirəcək cərmə zərbəsini. Kamil fit səsləndi. Kamil zərbə və Şahinlə toxunuş var. Küzdən zərbə olacaq. Royal keçib topun arxasına. Royal ötürməsi. Ramid zərbə və top toru yandan sirkəlir. Zeynal başladı oynağa. Geriyə səliqəsiz ötürmə. Zeynal topu çıxardır meydandan. Təhlükəni sovuşdurur ötürmə. Ağa 2 dəqiqə azlıqda oynayacaq Bülbülə komandası. Əgər qapılarında 2 dəqiqə ərzində qol görərlərsə bir oyuncuları meydana daxil ola bilər. Bəxtiyar, Əzizov, Bəxtiyar ötürmə, Mikanın arxasında qalır top. Riyad, Ramid, Maga, Kamil ötürməsi dəqiq deyil. Mika kimi gördü orada, kimi ötürmə verirdi bizə bilmədik. Cavid Atakişiyev əl ötürməsi. Riyad, Royal top qaçdı ayağından. Əzizov və Royal qaydanı pozur ona qarşı. Cərmə zərbəsi
Bülbülə komandasınındır, geridədirlər. Bir top fərqi ilə. Topun arxasında Bəxtiyar Əzizov var. Məsafə təyin edildi. Fit səsləndi. Bəxtiyar sol cinaha Ağa. Qapıya zərbə. Dəqiq deyil. Qapının üstündən keçir. Qapıdan zərbəni Cavid Atakişiyev yerinə yetirdi. Maqa. Riyad sağ cinahda Royal. Çata bilmədi topa. Bəxtiyar ötürməsi Zeynal. Qapısı ilə oynayır Zeynal. Boşlu boda oyna Bəxtiyar. Bəxtiyar ötürmə Ramid ayaq qoyur və Riyad. Riyad Davud sıxır onu və Davuddan top meydanı tərk edir. Riyad ötürməsi Maqa. Top meydandadır ancaq Zeynal. Top ikisi Maqa. Zərbə. Düşə bilmədi yenə çərçivəyə Maqa. Qol orucunu bugün poza bilməyib Maqa. Ancaq öz mübarizəsi ilə müdafiədə həm mərkəz xəttində komandasına çox kömək olub. Komandanın bombardiri sağ cinaha Royal çəkdi. Mərkəzdə Maqa. Sol ayaqla zərbə. Blok gəlir Davuddan. Ramid. Ramid. İki oyuncunu mükəmməl keçdi Ramid. Maqa və yenə blok gəlir. Və Bülbülə komandasının pasivinə bir cərmə qeyd olunur. Riyad. Riyad keçdi mərkəz xəttini. Maqa, Zeynal, Royal, Musayev. 4-2 edir hesabı. Royal, Musayev. Maqanın qüvvətli zərbəsini Zeynal dəf etsə də qaydan topu Royal Musayev tamamlayır. Komandası bir qədər də rahatlayır. Zeynal qapıya zərbə. Dəqiq alınmır, qüvvətli alınmır. Ramid. Cavid. Cavid, Royal. Royal. Və qapıya bax, Bəxtiyar Əzizov keçib Bülbülə komandasında. Maqa keçdi bir nəfəri. Sağ cinaha Kamil qapı önündən Riyad və Bəxtiyar Əzizov. Nəyi çıxartdı Bəxtiyar? Güzdən zərbə. Riyad ötürməsi Maqa Royal. Top yenidən Riyaddadır. Və Bəxtiyar Əzizov çətinlik çəkmədən topu götürdü, atdı, özü gəlir. Bəxtiyar. Şahid. Şahid. Ağa əsəbləşir Şahinə. Vaxtında ötürmə etmək lazımdır deyil. Riyad geriyə, Cavid. Ötürməsi. Kamil ötürmə. Dəqiq deyil. Qapıdan zərbə. Bəxtiyar. Zeynal. Yenidən Bəxtiyar. Ağa Əhmədzadə, kapitan. Top açdı ayağından, itirmədi Şahin. Ötürməsi Ağa, yenidən Şahin. Düşə bilmədi o da çərçivəyə. Atakişiyev. Top oyuna daxil edəcək. Əllə ötürməsi dəqiqdir Maqaya. Maqa və hakim fikri səsləndirir. Topun çıxdığını bildirir. Davud ötürməsi Maqaya qoyur. Zərbə Bəxtiyar. Royal. Ötürmə geriyə Kamil. Mikayla mübarizəsi Kamil. Və out. Köhnə Günəşli komandasının. Royal. Tural Hacıyev. Ötürməsi Maqa girdi araya. Maqa. Ötürməni də verə bildi Maqa. Eşkin topladı. Ötürmə mərkəzdə Royal Musayev. Top itkisi, top qaçdı ayağından, qaydanı pozdu.
Royal Musayev. Ağa geriyə Bəxtiyar Əzizov. Bəxtiyar. Sol cinahda Zeynal. Ötürməsi Mika. Mika Ramidlə mübarizəsi. Mika Ciyev və Zeynala gəlir top. Zərbə qapıya. Dəqiq deyil. Atakiyev. Əlli ötürməsi Royal. Ramid sağ cinahda Kamil. Kamil. Ramid. Davud ötürməsi önə doğru Mika. Və Cavid topu çıxardır meydandan. Out Bülbülə komandasınındır. 4-2-də hesab. Geridədir Bülbülə komandası. Tələsirlər. Mika geriyə. Tural Hacıyev. Hacıyev. Ötürməsi Ramid. Ötürmə Eşqin təhlükəli ola bilər. Royal. Və Bəxtiyar Əzizov hakim fikri səsləndirir. Royala qarşı qaydanı pozmuşdu deyir Bəxtiyar Əzizov. Təhlükəli bir nöqtədir. Hesab arasındakı fərqi 3 topa qədər yüksəldə bilər köhnə Günəşli komandası. Topun arxasında Royal Musayevi görürük. Fit səsləndi Royal. Zərbə və top qapıdadır. Royal Musayev topu tora qovuşturur və yenə etirazlar var Bülbülə komandasından. Qoldan öncəki faula görə hakim VAR-a yaxınlaşır. VAR-a baxaq, geri dönüş edirik. Və VAR-a baxıldı. Royalın qolu qüvvədə qalır. 5-2-dir hesab. 3 top fərqi ilə öndədirlər. Zərbə Ağadan, blok gəlir Maqadan. Out Şahin yerinə yetirir Zeynal. Tabanla Bəxtiyar. Keçdi Eşqini Bəxtiyar. Bir ayaq arası da atdı Eşqinə. Və Ağa top saxlaya bilmədi meydanda. Out köhnə Günəşli komandasınındır. Maqa. Geriyə Royal Musayev. Royal. Türməsi Eşqin. Piriyev çəkdi sağına. Dabanla Maqa. Zərbə. Dəqiq deyil. Maqa bugün toru sirkələyə bilməyib Maqa. Maqa topu aldı Maqa. Ötürməsi Piriyev çəkdi sağına. Piriyev. Ötürmə Hacıyev. Mika. Sağ cinaha və son anda Royal Musayev. Mika. Geriyə Hacıyev. Eşqinlə mübarizəsi top meydandadır. Mika. Piriyev Şahin. Ötürməsi Ağa yenidən Şahin. Eşqinlə mübarizəsi Şahin. Bir ayaq arası da atdı Eşqinə. Şahin Maqa aldı topu ondan. 2-1 gəlirlər. Maqa ötürməsi dəqiq alınmadı və bir ayaq arası da Bəxtiyardan Maqaya. Bəxtiyar topu çıxardır meydandan. Qayda pozuntusu var idi. Cəlmə zərbəsini Bülbülə komandası yerinə yetirəcək. Topun arxasında Mikanı görürük. Səsləndi. Mika gəlir. Zərbə qapıya. Arxa dirəkdə. Heç kim yox idi. Şahin bir əzaraldaydı. Qapıdan zərbəni Cavid yerinə yetirir. Royal. Ötürmə Piriyev. Geriyə. Atakiyev. Ötürməsi Zeynal. Ötürmə mükəmməl alınır Mikaya. Mika.
Piriyev səttini keçə bilmədi. Alt bir-bilə komandasını. Mika. Ən geriyə Bəxtiyarla oynayır. Bəxtiyar Əzizov. Sol cinahda Zeynal. Zeynal. Ötürməsi Ağa Əhmədzadə. Şahin yenidən Ağa istiqamətinə keçmədi. Top özündə qalır. Şahin, Röyal və qayda pozuntusu var Şahinə qarşı. Röyal tərəfdən. Cərimə 5-də artıq. Əgər bir qayda pozuntusu da etsə, Köhnə Günəşli komandası qapılarına 10 metrəlik zərbə təyin olunacaq. Zeynal topun arxasında səsləndi. Zeynal zərbə, blok gəlir Maqadan. Maqadan geriyə Bəxtiyar Əzizov. Ötürməsi Zeynala gözəl alınır. Zeynal qapı önünə, blok Şamildən. Hacıyev ötürmə, Əhmədzadə və qapıdan zərbə. Atakiyev əl ötürməsi, Piriyev saxladı topu. Piriyev. Dəyişdi cinahı Röyal Musayev. Röyal. Kesti Şahini, Röyal. Mika ötürmə, Kamil. Geriyə Murad Piriyev, ötürmə, Kamil. Zərbə və gol! Kamil də fərqlənir. Kamil 6-2 edir hesabı və son nöqtəni qoyur Kamil. 3 xal Köhnə Günəşli komandasının olur. Qalib komandanı təbrik edirik. Hər iki komandalara növbəti oyunlarda uğurlar arzu edirik. Sizlərlə sağollaşırıq, sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.